Görə. Bəli, Ağdam şəhərinə növbəti sakinlər qayıdır. Bugün daha 110 ailə doğma yurduna qovuşur. Ətraflı birbaşa bağlantıda əməkdaşımız Elnur Tofiq bizə məlumatları çatdıracaq. Elnur, buyurun, söz sizdədir. Bəli, azad torpaqlarımıza böyük qayıdış davam edir. Hazırda biz Qarabağın giriş qapısı olan Ağdamdayıq. Bugün Ağdam şəhərinə daha 110 ailə, 417 sakin geri dönəcək və birazdan artıq tam 33 illik həsrətə son qoyulacaq bu ailələr üçün və hazırda biz ikinci yaşayış kompleksindəyik. Bildirmək istəyirəm ki, ikinci yaşayış kompleksi Ağdam şəhərinin ilk simasıdır. Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərindən sonra Ağdam şəhərinə məhz geri dönən insanlar ikinci yaşayış kompleksində məskunlaşıblar və bu köçdə daxil olmaqla artıq Ağdam şəhərində 811 ailə, 2984 sakin məskunlaşmış olacaq və bildirmək istəyirəm ki, 1268 ailənin yerləşməsi üçün inşa olunub ikinci yaşayış kompleksi və bütün müasir şəhərsalma standartlarına uyğun şəkildə tikilibdir və mənzillər geniş, yaraşıqlı, şəraitli olmaqla yanaşı bütün enerji daşıyıcıları ilə də təmin olunub və məhəllələrə bölünür yaşayış kompleksləri və hər məhəllənin bu cür uşaqların əylənməsi üçün uşaq əyləncə meydançaları və yaşayış binalarının altında fərdi avtomobil dayanacaqları, həmçinin mini futbol meydançası və bütün zəruri şərait yaradılıb. Və bugün 110 ailə, 417 sakin üçün 33 illik həsrət başa çatacaq. Ölkənin fərqli məkanlarında, ağır həyat şəraitində, sanatoriya, inzibati binalarda yaşayan keçmiş məcburi köçkünlərin bir hissəsi artıq doğma yurda qovuşacaqlar. Biz AzTV komandası olaraq buradayıq. Yəqin ki, qarşıdakı xəbər saatlarının birində süjetimiz də olacaq. Belə Ağdamdan deyə biləcəklərim bunlardır. Söz yenidən sizdə. Təşəkkür edirik Elnur sizə ətraflı məlumatlara görə xarici xəbərlərlə davam edirik.